Her vaxtınız xeyir olsun. Bugün sizinlə mübtəda və onun ifadə vasitələri mövzusu üzrə toplumun ikinci hissəsində olan sualların izahına nəzər salacağıq. Vaxt itirmədən izahlara baxaq. Mübtədası sual əvəzliyi ilə ifadə olunmuş cümləni müəyyən edin. Ümumiyyətlə biz bilirik ki, sual əvəzliyi dedikdə əsas nitqçələrinin sualları nəzərdə tutulur. Gələn kimdir? Kimdir bizim xəbərimizdir? Kim gələn? Cümləmizin mübtədası gələn, an, ən, fe'li sifətindən ifadə olunub. Burada sual əvəzliyi xəbər formasında çıxış edib çıxdı. Hüseyn Cavid harada dəfn olmuşdur? Harada ümumiyyətlə biz bilirik ki, məkan bildiyinə görə bu yer zərfi hesab olunacaq cümlədə. Yəni burada yer zərfi sual əvəzliyi, yer zərfliyi sual əvəzliyi ifadə olunub. Qardaşı nə axtarır? Axtarır, nə axtarır, nəyi axtarır? Biz bilirik ki, ifadəyə həm nə, həm də nəyi sualına verə biliriksə, deməli o tamamlıqdır. Burada da nəni mən həm də nəyi versiyasına gətirə bilirəm. Ona görə də cümlədə tamamlıqdır. Çıxdı. Onları nə maraqlandırır? Maraqlandırır nə ismi sualdır. Çünki burada mən ifadəni nəyi versiyasına gətirə bilmirəm. Ona görə də doğru cavabımız hesab olunur D variantı. Həsən necə adamdır? Necə sözündən sonra isim gəldiyinə görə deməli bu sifətin sualıdır. Sifət də cümlədə təyin mövqeyində işlənir. Əgər burada necə qaçır olsaydı, necə sözü ifadəsi cümlə üzvü olaraq hesab olunacaqdı zərflik. Tərzi hərəkət zərfliyi. Amma özündən sonra isim gəldiyinə görə cümlədə necə ifadəsi deməli təyin hesab olunur. Təyin, sual əvəzliyi ifadə olmuş təyin hesab olunur. Doğru cavabımız D variantı. 2. Mübtədası sifətlə ifadə olunan cümlələri müəyyən edək. Gözəllər seyranigahısan, gözəllərin seyranigahısan. İkinci növ parçalaya bilmərik. Çıxdı. Namərd dar gündə aradan çıxandır. Dar gündə aradan çıxandır. Kim? Namərd. Namərd adam. Ayrılıqda biz buna sual verəndə mərd adam, namərd adam, necə adam sifətdir. Adam çıxıb isimləşmə hadisəsi özündən sonra gələn isim yoxa çıxdığına görə onun xüsusiyyətləri keçib özündən əvvəlki olan sifətə və cümlədə isimləşmə hadisəsi baş verir. İsimləşmədə biz bunu sifət olaraq götürəcəyik. Doğru cavabımız elə B variantıdır. Hər şey sənin düşündüyün qədər asan deyil. Nə hər şey? Mübtəda hər şey əvəzi, qeyri-müəyyən əvəzindən ifadə olunub. İnsaflar azalıb, mürvət gödəlib. Azalıb nə insaflar, gödəlib nə mürvət. Deməli, isimlə ifadə olunub burada. Xərc üstə çoxları düşdü kəməndə. Kəməndə düşdü, nə etdi, nəyə düşdü kəməndə? Kim çoxları sayla ifadə olunub, isimləşən sayla. Doğru cavab B variantı. Mübtədası fe'li sifətlə ifadə olunmuş cümləni müəyyən edin. Bax, uşaqlar, fe'li sifət deyir. Fe'li sifət tərkibi demir. Diqqətli olun burada. Yolun sürüşkənliyi hamı üçün təhlükə yaradırdı. Nə yaradırdı? Təhlükə, nə? Yolun sürüşkənliyi. İsmi birləşmə ilə ifadə olunub. Oxuyan müğənnini tanımırdıq kimi müğənni, hansı müğənni oxuyan. Cümləmizdə heç mübtəda yoxdur. Sən gələndə uşaqların hamısı sevinir kim? Uşaqların hamısı nə zaman sən gələndə? Mübtədamız ismi birləşmə ilə ifadə olunub gördüyümüz kimi. Bizdə amma deyir ki, fe'li sifətlə ifadə olunsun, getdi. Küsəyən olmağı hiss olunurdu. Hiss olunurdu nə? Küsəyən olmağı. Məqlə ifadə olunub, məstərlə ifadə olunub. Desə ki, burada nə hiss olunurdu? Küsələn olmağı. Cümlə sifətlə daha doğrusu məstərlə ifadə olunub, yoxsa məstər tərkibindən deyəcəksiniz ki, məstərlə ifadə olunub. Çünki olet bilqıl deməli birləşmə yaratmır. Çalışan öz məqsədinə nail olar. Olet bilqılı ayıra bilmirik. Nail olar nəyə? Məqsədinə. Hansı məqsədinə? Öz məqsədinə. Kim? Çalışan. Bax, görürsünüz. An, ən. Fe'li sifətdir. Tərkib deyil. Doğru cavabımız Y variantıdır. 4-cü suala baxırıq. Su sıçrantılarının yuduğu göyərtədə dayananlar gözlərini qaranlığa zilləyib irəli baxırdılar. Hara baxırdılar, haraya baxırdılar, irəli baxırdılar. Nə tərzdə? Gözlərini qaranlığa zilləyərək. Kim? Su sıçrantılarının yuduğu göyərtədə dayananlar. Kim? An, ən. Fe'li sifət tərkibi ilə ifadə olunmuş mübtədadır. Əgər variantda fe'li sifət olmasaydı, fe'li birləşmə olsaydı, onu da götürəcəkdik cavabdan.
Şəhidi olmayan torpaq müstəmləkədir. Müstəmləkədir. Nə? Torpaq. Hansı torpaq şəhidi olmayan? Cümləmizin təyini ol et bilqılla ifadə olunub. Yəni belə deyirik, fe'li sifətlə ifadə olunub. Necə fe'li sifətdir? Mürəkkəb və fe'li sifət tərkibi deyil ha. Fe'li sifətlə ifadə olunub. Deməli, mübtədamız torpaq isimlə ifadə olunub. Müstəmləkə xəbərimizdə isimlə ifadə olunub. Bizdən də mübtədanın ifadə vasitəsini soruşur. İsim. Hərflərin sırasını biləndə lüğət üzrə işləmək asan olur. Ol et bilqılı ayıra bilmərəm, asan olur. Nə? Lüğət üzrə işləmək nə zaman? Hərflərin sırasını biləndə, anda var. Cümləmizin zərfliyi fe'li bağlama tərkibi ilə ifadə olunur. Fe'li bağlama ilə yox. Mübtədamız isə asan olur. Nə? Lüğət üzrə işləmək, mühakimə, məstərlə ifadə olunmuyor. Məstər tərkibi ilə ifadə olunub. Yadınızdan çıxartmayın. Ümumiyyətlə 3 dənə cümlə üzvü var. İkisi quruluşsa mürəkkəbdir. Çünki cümləmizin zərfliyi fe'li bağlama tərkibi ilə ifadə olunub. Yəni tərkibdir. Artıq söz birləşməsidir də mürəkkəbdir. Cümləmizin mübtədası da məstər tərkibi ilə ifadə olunduğuna görə tərkibdir. Söz birləşməsi də mürəkkəbdir. Xəbərimiz isə sadədir. Quruluş yadınızdan çıxartmayın. Sonra təbiətin bütün sirlərini kəşf edən insandır. İnsandır bizim xəbərimiz. Kim? Təbiətin sirlərini kəşf edən. Cümləmizin mübtədası an, ən, kəşf etmək, belə deyək də sözünə 1, 2, 3 dənə əlavə söz qoşulub. Deməli artıq nə yaranıb? An, ənə görə biz bunu götürəcəyik. Fe'li sifət tərkibi C variantı. İndi orada Gülgəzin bayaq dayandığı yerdə başqası dayanmışdı. Dayanmışdı. Kim dayanmışdı? Başqası dayanmışdı. Baxın, burada sizi bu çaşdırmasın. Gülgəzin dayandığı yerdə. Bunu uşaqlar ismi birləşmə kimi götürür, amma yanlışdır. İsmi birləşmə götürmür. Biz normal sual verməliyik də. Dayanmışdı. Kim dayanmışdı? Başqası dayanmışdı. Başqa da zərfdir. Belə deyək də, cümlədə bir sifət mövqeyində işlənə bilər, bir də qoşma mövqeyində işlənə bilər. Əgər özündən əvvəl dandən varsa, biz onu qoşma kimi götürəcəyik. Yox, əgər cümlədə necə hansı sualına cavab verirsə, biz onu sifət kimi götürəcəyik. Məsələn, dayanmışdı, kim dayanmışdı, başqası dayanmışdı. Burada kim sualına cavab verir? Ona görə səbəb odur ki, çünki isimləşib, sifət isimləşə bilər. Axı, məsələn, başqa adam dayanmışdı. Burada əslində ifadə belə olmalıdır. Başqa sözündən sonra adam ifadəsi işlənməlidir. Sadəcə cümlənin isimləşməsi üçün nə olmalıdır? Özündən sonra gələn isim yoxa çıxır və onun xüsusiyyətləri keçir özündən əvvəlki ifadəyə. Burada da başqa adam, necə adam əvvəl belə imiş, başqa sözü silinib və xüsusiyyəti keçib başqa sözün üzərinə və isimləşmə hadisəsi baş verib. Kim dayanmışdı? Başqası sifətlə ifadə olunur. Doğru cavab D variantı. Növbəti suala keçək. Mənəvi təkamülün zirvəsinə çatmaq hər insana nəsib olmur. Nəsib olmur. Kimə? İnsana. Hansı insana? Hər insana. Təyin. Nə? Hər insana belə deyil, nəsib olmur. Mənəvi təkamülün zirvəsinə çatmaq. Məstərin şəkilçisidir. Öz üzərinə nə qədər söz qoşub. Deməli, nədir? Məstər deyil, məstər tərkibidir. Çünki nəyə görə məstər olmadı? Çünki bir sözlə ifadə olunsaydı həm məstərdir. Amma burada artıq 4 dənə sözü var, deməli tərkibdir. İşlədiyi idarənin maliyyə yardımı Kərəmin xaricdə təhsil alması üçün şərait yaradırdı. Şərait yaradırdı nə üçün? Sual vermişdik. Demişdik ki, kim ilə, nə ilə, kim haqqında, nə haqqında, kim üçün, nə üçün, kim barədə, nə barədə, bu tipli suallara cavab verən cümlə üzvü tamamlıq hesab olunur. Şərait yaratdı. Nə üçün? Kərəmin xaricdə təhsil alması üçün deməli, nə yaratdı? Nə Kərəmin xaricdə təhsil alması üçün şərait yaratdı? İşlədiyi idarənin maliyyə yardımı. İdarənin yardımı ismi birləşmədir. İdarənin belə eləyək də. İdarənin yardımı. Aydın oldu. İsim birləşmənin ifadə olundu. Doğru cavab bəndi. 11-ə baxaq. Əli bəy Hüseynzadə 20-ci əsrin əvvəllərində Füyuzat jurnalının nəşrinə başladı. Kim Füyuzat jurnalının nəşrinə başladı? Əli bəy Hüseynzadə. Mürəkkəb adından ifadə olunur. C variantı. Quruluşca da mürəkkəbdir. Dərsi diqqətlə oxumaq bütün şagirdlər üçün vacibdir. Vacibdir. Kim üçün? Şagirdlər üçün tamamlıq. Nə? Hansı şagirdlər üçün? Bütün şagirdlər üçün. Nə? Dərsi diqqətlə oxumaq. Maqməq. Maqməqə görə nə oldu?
Məstər deyil, məstər tərkibi. Nəyə görə? Çünki ətrafına söz topladı. Məstər tərkibi olacaq. A olmayacaq. B variantı. Sonra o da atası kimi kapitan olmaq, gəmi sürmək istəyirdi. Burada bax fikir verin, olmaq sözündən sonra istəyirdi ifadəsi işlənməlidir. Amma ixtisar düşüb. Məsələn, o da atası kimi kapitan olmaq istəyirdi, gəmi sürmək istəyirdi. Aydın oldu. Kim o? Kim Əli, kim Vəli? Şəxs əvəzliyi ilə, işarə əvəzliyi ilə deyil. B variantı. Çünki yerinə şəxs qoya bilirik. Həmçinin kim sualı çıxır. Hamıdan artıq ürəklə, həvəslə işləyən Rəhman idi. Rəhman idi bizim xəbərimiz ki, kim Rəhman idi? Hamıdan artıq ürəklə və həvəslə işləyən ən fe'li sifət tərkibi ilə ifadə olunub. D variantı. Uşağı ərköyün böyütmək onun gələcəyini məhv etməkdir. Məhv etməkdir bizim xəbərimiz. Nəyi məhv etməkdir? Onun gələcəyini. Sintaksdə kimin sualı? Nəyi məhv etməkdir? Gələcəyini. Sintaksdə də kimin sualı olmadığı üçün özündən sonra gələn ifadə ilə birləşəcək və bütöv götürüləcək. Nə? Uşağı ərköyün böyütmək. Makmaka görə də məstər tərkibi götürüləcək. Çünki ətrafına söz toplayıb. Məstər tərkibi Y variantı. 16. Dünəndən bəri eşitdiklərim səni də təəccübləndirəcək. Təəccübləndirəcək xəbərimiz kimi, səni nə təəccübləndirəcək? Dünəndən bəri eşitdiklərim, baxın, dık, dik, duk, dük. Normalda fe'li sifət tərkibi, ümumiyyətlə burada dık olduğuna görə biz demişdik ki, fe'li sifətin şəkilçilərinin əksəriyyəti isim birləşmənin 6 dənə şəkilçisi var da. Bu 6 dənə şəkilçisinin 5 dənəsi isim birləşmənin tərkibində iştirak edir, amma biri isim birləşmənin tərkibində iştirak edə bilməz. Hansıdır o biri? Dığı, diyi, duğu, düyü şəkilçisidir ki, bunu harda görsək əvvəlində ın, in, un, ünlü ifadə olsa belə biz onu fe'li birləşmə kimi götürməliyik. Nə sən təəccübləndirəcək? Dünəndən bəri eşitdiklərim dık, dik, duk, duk fe'li sifətin şəkilçisidir. Yəni fe'li sifət tərkibindən ifadə olunub. C variantı. 17. Yaralı ağrıdan sızıldayırdı. Burada əslində belə olmalıdır ifadə. Yaralı adam, fikir verin. Yaralı adam ağrıdan sızıldayırdı. Sızıldayırdı nədən? Nə üçün, nə səbəbə sığıldı ağrıdan? Belə deyək, ağrıdığı üçün bu səbəb zərfliyi olar. Çünki mən yaralının sızıldamağının səbəbini bilirəm də. Dandan şəkilçisi bəzən cümlədə səbəb zərfliyi yarada bilər. Kim adam, hansı adam yaralı adam? Baxın, bu mövqedə işlənsə, bu formada işlənsə, cümlədə biz yaralını nə götürəcəyik? Sifət kimi götürəcəyik və cümlə üzvü olaraq da təyin olacaq. Amma biz cümlədən həmin bu adam ifadəsini, yəni sifətdən sonra gələn ismi itirsək, cümlədə hansı hadisə baş verəcək? İsimləşmə hadisəsi baş verəcək. Yəni bu silinən ismin xüsusiyyətləri gələcək bu sifətin üzərinə və cümlədə isimləşmə hadisəsi baş verəcək. Sifət nə olacaq? Substantivləşəcək, yəni isimləşəcək. İsimləşsə də biz onu sifət kimi götürəcəyik. Deməli burada indi gəl mübtədanı, yəni adam isminin silinmiş formada təhlil edək. Sızıldayırdı bizim xəbərimiz. Nədən sızıldayırdı? Kim? Yaralı. Fikir verin, yaralı. Artıq kim sualına cavab verdi. Deməli, mübtədamızın ifadə vasitəsi nədir? Sifət. D variantı. Sonra mübtədası sifətlə ifadə olunan cümlədir. Yaşıllıq isimdir. Baxın, çaşdırmasın sizi. Dəqiqə. Ümumiyyətlə, yaşıllıq, nə bilim, quraqlıq, bu kimi ifadələr isimlərdir. Yəni, quraq ifadəsinə siz sual verməyin. Verəndə həmişə quraqlıq ifadəsinə sual verin. Nə bilim, meşəllik ifadəsinə sual, yaşıllıq ifadəsinə sual verin. Yaşıl sifətdir, bəli, amma yaşıllıq nə yaşıllıq? İsimdir. Hamımızın borcudur, ismi birləşmədir. Üçüncü növdə nə? Yaşıllığı qorumaq, maqmək məstər tərkibindən ifadə olunmuş mübtədadır. Mübtədası deyir, sifətlə ifadə olunsun. Burada məstər tərkibidir. Gənclərə edilən qayğı qiymətləndirildi. Qiymətləndirildi bizim xəbər nə? Qayğı, hansı qayğı? Gənclərə edilən. Bu, deməli, isimlə ifadə olunur mübtəda. Hamı suyun çirklənməsinə sevinirdi. Sevinirdi nəyə?
suyun çirklənməsinə. Suyun çirklənməsinə kim sevinirdi? Hamı. Mübtədamız əvəzliylə ifadə olunub qeyri-müəyyən. İgidlər bir andaca meydana atıldılar. Atıldılar haraya meydana? Nə zaman? Bir andaca kim igidlər? Biz bilirik ki, igid adam necə adam sifətdir? Larlər şəkilçisi də nədir? İsmin sualıdır. Yəni sifətə ismin sualı qoşulub və isimləşmə hadisəsi baş verib. İsimləşmə hadisəsi baş versə də cümlədə bu nə kimi götürüləcək? Sifət kimi də götürüləcəkdir. Aydın oldu. Elə doğru cavabımız D variantı. Hər kəs işin sonunu gözləyirdi. Kim? Hər kəs nəyi gözləyirdi? İşin sonunu. İsim birləşmə ki, nə edirdi? Gözləyirdi. Burada da mübtəda nə ilə ifadə olundu? Qeyri-müəyyən əvəzli ilə çıxdı. Doğru cavabımız D variantı. 19-a baxaq. Cümlənin birinin mübtədası məzdər tərkibi ilə ifadə olunmuşdur. Tələbələrə məqalə yazmağı elmi rəhbərləri tapşırmışdı. Tapşırmışdı. Kim? Elmi rəhbərləri. Elmi rəhbər nəyi tapşırmışdı? Tələbələrə məqalə yazmağı tapşırmışdı. Nəyi tapşırmışdı? Məqalə. Kimə tapşırmışdı? Tələbələrə. Aydın oldu. Çıxdı. Fərman, Zəhra və Sevincin məqsədi tələbə olmaqdır. Tələbə olmaqdır. Ayıra bilmərəm ol etbilqılı. Yox, burada mübtədalar. Fərmanın, Zəhranın və burada ın şəkilçisi var. Dünənləri biz dərsdə dedik. Üçüncü növ ismi birləşməsinin əgər bu tərəfi sadalansaydı biz burada həmcinsliyi götürəcəkdik. Amma birinci tərəf sadalandığı üçün burada həmcinslik yoxdur. Yadınızdan çıxartmayın. Yəni bunlar həmcins deyirlər. Başa düşdünüz? Çünki burada isim birləşmənin birinci tərəfi sadalanıb. Məsələn, Fərmanın, Zəhranın, Sevincin məqsədi tələbə olmaqdır. Bütöv götürüləcək. Nə tələbə olmaqdır? Nə Sevincin məqsədi, nəyi, Zəhran, nə bütöv götürüləcək. Akademiyanın tələbəsi olmaq gənc Cəlalın ən böyük arzusudur. Cəlalın arzusudur. Bütöv xəbərdir. Nə akademiyanın tələbəsi olmaq? Hansı Cəlalın? Gənc Cəlalın. Baxmağa görə biz nə götürdük? Cəlalın ən böyük arzusu nədir? Akademiyanın tələbəsi olmaq. Gördünüz? Bütöv götürüldü. C variantı. Bax, Muradın mahnı oxumaqdan çox xoşu gəlir. Muradın xoşu gəlir. Bütövdür. Ona görə bu bütöv xəbərdən ibarətdir bu cümlə. Dincəlmək insanın sağlamlığına müsbət təsir göstərir. Təsir göstərir. Necə təsir göstərir? Müsbət təsir göstərir. Nəyə? İnsan sağlamlığına. Nəyə? Dincəlmək. Burada da gör nə deyir ki, məzdər tərkibi ilə ifadə olsun. Y-də tərkib deyil, məzdərin özüdür. 20-yə baxaq. Hansı cümlədə mübtəda feili sifətlə ifadə olunmuşdur? Sizin sözünüzün kəsəri azdır. Nə azdır? Sözünüzün kəsəri. Əvvəldə də sizin sözü olduğuna görə, sintaksdə də kimin, nəyin, haranın sualı olmadığına görə bu avtomatik buna qoşulacaq. Bu da avtomatik olaraq bunlara qoşulacaq və bütöv cümlə üzvü olacaq. Azdır. Nə azdır? Sizin sözünüzün kəsəri çıxdı. Dünyadakı soydaşlarımızın əsas dərdi vətən dərdidir. Vətən dərdidir, vətənin dərdidir. İkinci növ ismi birləşmədir. Parçalaya bilmərəm. Nə? Soydaşlarımızın dərdi. Hansı soydaşlarımızın? Dünyadakı. Aydın oldu, çıxdı. İsim birləşmənin ifadəsi. Söz var, gələr, keçər. Söz var, dələr, keçər. Yox. Oğul tərbiyəli və intizamlı olmalıdır. Kim? Oğul. İsimlə ifadə olunur. Sev ki, sevən mərd olar. Mərd olar bütöv xəbərdir. Kim? Sevən. Görürsünüz, sevən kim? Feili sifətlə ifadə olundu. Y variantı. 21. Hansı cümlədə mübtəda zərflə ifadə olunmuşdur? Məktəbimiz yuxarıda, parkın yaxınlığındadır. Bu cümlədə əlavə işlənib. Diqqətli olun uşaqlar. Bu cümlədə əlavə işlənib. Əlavə hansı cümlə üzvünə aiddir? Fikir verin, yuxarıdadır. Yuxarıdadır. Parkın yaxınlığındadır. Əlavədir. Yuxarının har olduğunu dəqiqləşdirir, aydınlaşdırır, konkretləşdirir. Nə? Məktəbimiz. Mübtəda zərflə ifadə olunmayıb. Məktəb ismi ilə ifadə olunub. Çıxdı. Uşaq gah aşağı enir, gah da yuxarı qalxırdı. İfadə həm hara. Qoy bunu mən biraz bir dəqiqə. Aha. İfadə həm hara. İfadə həm hara. Həm də
haraya sualına cavab verirsə, həm ara, həm də haraya sualına. Deməli bu nitq hissəsi olaraq biz buna mübtəda deyə bilmərik. O nə olacaq? Zərflik olacaq. Biz nə demişdik? Mübtəda ancaq kimdə hara sualına cavab verir. Başqa heç bir sualı cavab verə bilməz. Qalx məsələn ifadə həm nə, həm də nəyi sualına cavab verirsə, o tamamlıqdır artıq. Hə, bu nə sualına cavab versə, mən onu gedib mübtəda götürə bilmərəm. Eyni zamanda bu da hara sualına cavab versə, onu gedib mübtəda götürə bilmərəm. Axı o hara ilə bərabər hara sualına da cavab verir. Burada da nə ilə bərabər nəyin sualına da cavab verir axı. Aydın oldu. Ona görə də qalxırdı, hara qalxırdı, haraya qalxırdı, yuxarı qalxırdı, yuxarıya qalxırdı zərfliyimizdir. Enirdi, hara enirdi, haraya enirdi, aşağı enirdi, aşağıya enirdi. Kim? Uşaq. Mübtədamız uşaq ismi ilə ifadə olunub. Tənbəllər həyatda müvəffəqiyyət qazana bilmirlər. Kim? Tənbəllər sifətlə ifadə olunub, zərflə deyil. Aşağılar gül çiçək içində idi, gül çiçək içində, gül çiçəyin içində idi. İkinci növ isim birləşmədir, parçalaya bilmərəm. Hara, aşağılar. Bax görürsünüz, haraya aşağılar deyə bilmirəm. Deməli burada ifadə nədir? Ancaq hara sualına cavab verir. Aydın oldu. Deməli mübtədadır burada. Aşağı da zərfdə. Zərf nə olub burada? Hansı hadisə baş verib? Zərf isimləşib. Səbəb nədir? İsmə məxsus olan larilər şəkilçisini qəbul edib. İçəri keçən qonaqlar rahatca əyləşdilər. Əyləşdilər xəbər, nə tərzdə əyləşdilər, rahatca əyləşdilər. Kimlər əyləşdilər? Qonaqlar. Hansı qonaqlar? İçəri keçən. Fikir verdiniz, mübtəda da burada qonaq ismi ilə ifadə olundu. Getdi. Doğru cavabımız D variantı. Sonra ləngimək ölmə bərabərdir. Nə ölmə bərabərdir? Nə ləngimək bərabərdir nəyə? Ölümə. Nə ləngimək? Makmək məstərlə ifadə olunur. Məstər tərkibi yox ha, məstərlə ifadə olunur. Çünki tərkib olması üçün 2 və daha artıq müstəqil söz olması gərəkdir. Hansı bənddə cümlənin mübtədası səhv göstərilmişdir? Topqapı sarayının tavanı necə də gözəldir? Gözəldir, necə də ədatdır götürə bilmərik cümlə üzvü. Nə? Topqapı sarayının tavanı. Bu tamına doğrudur. Bağın şərinliyi də onun canına dinclik gətirmişdi. Onun canına dinclik gətirmişdi. Bir dəqiqə. Canına dinclik gətirmək frazoloji birləşmədir. Bunu götürdük biz xəbər kimi. Onun ifadəsi də sual verə bilmir. Yaxı sintaksda kimin, nəyin, haranın sualı yoxdur. Ona görə də bunu da qoşacağıq buna. Nə? Bağın sərinliyi düzdür. İsim birləşmə ifadə olunub. Aşağıdakı dərədə daxma və ağaclar görünürdü. Görünürdü nə? Daxma və ağaclar. Həmcinslərdir. Nə ixtisar olunub? Larilər şəkilçisi ixtisar olunub. Burada da olmalıdır. Mübtəda səhv göstərilib. Düzdür burada. Düz göstərilib. Üzü niqablı, əli qılınclı gənc adam bağdan küçəyə şığıdı. Neydi şığıdı, haraya şığıdı, küçəyə şığıdı, haradan, bağdan, kim, adam, mübtəda düz göstərilib. Muradı Bağdada o özü çağırmışdı. Çağırmışdı, kim çağırmışdı? O çağırmışdı. Haraya çağırmışdı? Bağdada çağırmışdı. Kimi? Muradı. Muradı burada tamamlıqdır. Ona görə mübtəda səhv göstərilib burada. Burada o mübtəda olmalı. Doğru cavab Y variantı. Asan bir sualdır, amma diqqət tələb edən məqamlar çoxdur. Daha sonra 24-cü suala baxaq. Hansı cümlədə mübtəda ismi birləşməyi ifadə olunmuşdur? Sınaq meydanı vətən uğrunda, azadlıq uğrunda döyüşlər gedən yerlərdir. Hara? Sınaq meydanı, sınaqın meydanı. Fikir verirsiniz. İkinci növ isim birləşməsi də parçalaya bilmərəm. Hara sualına cavab, ancaq hara sualına cavab verir. Haraya sualına cavab vermir. Deməli, bura nədir? Mübtəda kimi götürüləcək və ismi birləşmədir. Çünki ikinci növ təyinli söz birləşməsidir. Hardan bildim? Şəkilçi yoxdur, amma yerinə qoya bilirəm. A bəndi. Sonra 25-ə baxaq. Saata da baxın. 00:30 uşaqlar. Bax, qədrimi bilmirsiniz sonra. Da bilmirəm, qədrimi bilirsiniz, bilmirsiniz. Nə bilim, vallah. Mübtədası mücərrəd mənalı, həmçinin də xəstəyəm. Nəzərə alın. Mübtədası mücərrəd mənalı isimlə ifadə olunmuş cümlənin, bax, mücərrəd mənalı isimlə ifadə olunmuş cümlə deyir. Hər oxuyan Molla Pənah olmaz. Onu ayıra bilmərəm. Molla Pənah olmaz. Kim? Oxuyan. Bu çıxdı da. Yaşamaq yanmaqdır, yanasan gərək. Yanmaqdır, nəyə? Yaşamaq çıxdı. Mübtəda məstərlə ifadə olunur. Burada fe'li sifəti. Yaşıllıq insana bir sənət olsun. Nəyə yaşıllıq? Yaxşılığı, yaşıllıq nədir ay Allah?
Bax görürsüz, artıq yaxşı sözün köküdür. Lıq leksik şəkilçidir. Yaxşılıq mücərrəd isimdir. Gözlə görülə bilmir çünki. Ay müəllim, axı yaxşı sifətdir. Yaxşı, bax ağzında deyirsən uşaqlar. Yaxşı sifətdir. Yaxşı sifətdir. Amma yaxşılıq artıq isimdir. Nəyə yaxşılıq? Mübtəda insana sənət olsun. Nə kimə insana, nəyə yaxşılıq C variantıdır. Yaxşını pisdən ayırmaq lazımdır. Nəyi nədən ayırmaq lazımdır bütöv. Mən səni həmişə sağlam görmək istərdim. Görmək istərdim bütöv. Necə görmək istərdim? Sağlam. Nə zaman? Həmişə. Kimi? Səni. Kim? Mən. Bu da çıxdı, bu da çıxdı C variantı. Hansı cümlənin mübtədası feili və tərkibi ilə ifadə olunur? Xeyirxah işlərlə məşğul olanları qorumaq lazımdır. Lazımdır. Var, yox, lazım, gərək, bəs, mümkün. Məşğul olanları qorumaq, etmək lazım, qorumaq lazımdır. Kimi? Qorumaq lazımdır. Bütöv xəbər. Kimi? Xeyirxah işlərlə məşğul olanları. Tam mübtəda yoxdur heç burada. Bu işləri görən şəxs böyük məsuliyyət daşıyır. Məsuliyyət daşımaq bütöv frazeoloji birləşmədir. Parçalaya bilmərəm ki, necə məsuliyyət daşıyır böyük? Nə tərzdə məsuliyyət daşıyır? Kim? Şəxs? Hansı şəxs? Bu işləri görən. Yox. Mübtəda çıxdı. Milli teatrımızda sağ ol, budur cavab. Unudulmayacaqlar kim? Milli teatrımızın əsasını qoyanlar. Ənə görə mən bunu nə götürdüm? Feili sifət tərkibi C variantı. Öz işini bacarmayanları utandırmaq gərəkdir. Nə etmək gərəkdir? Nə etmək gərəkdir? Utandırmaq gərəkdir bütöv. Kimi? Öz işini bacarmayanlar çıxdı. Deyilənlər, tapşırılanlar. Yadınızdan çıxmasın. Yadınızdan çıxmasın frazemdir. Parçalaya bilmərəm. Nə tapşırılanlar, nə deyilənlər. Burada da deyir ki, feil sifət tərkibi ilə ifadə olunsun. Tapşırılan, deyilən feil sifətin özüdür. Tərkib deyil. C variantı doğru cavabımızdır. 27. Hansı bənddəki cümlənin mübtədası feili birləşmə ilə ifadə olunsun. Yəni, ya məsdər tərkibi, ya feil sifət tərkibi, ya feil bağlama tərkibi ilə. Feil bağlama tərkibi ilə onsuz da ifadə oluna bilməz. Çünki feili bağlama tərkibi cümlədə ancaq zərflik mövqeyində işlənir. Salatının göz yaşlarına baxmayaraq anası inadından dönmədi. Kim dönmədi? Anası. Mübtəda burada isimlə ifadə olunub çıxdı. Adanın o tərəfdəki qamışlıqdan səs gəldi. Yox. Bunu görən çərkəz, özün kim çərkəz, hansı çərkəz bunu görən çərkəz mübtədadır burada. Ağacların kölgələri uzanıb çarpazlaşmış və küçəyə sərilmişdi. Nə? Ağacın kölgələri yox. Buranı salamat keçmək evə çatmağa bərabər idi. Nə? Buranı salamat keçmək. Məhkəməyə görə məsdər tərkibi götürüləcək Y variantı. 28. Cümlələrdən birində mübtəda buraxılmışdır. Sizi də bu bir növ nəyə göstərir? Müəyyən şəxsi cümlədə dedik ki, bir mübtəda olur cümlədə. Bir də özümüz qoyuruq. Sizi də incə çağıracaqlar. Onlar çağıracaqlar. Bu qeyri-müəyyən şəxsi cümlədir. Burada mübtəda buraxılmıyor. Çünki qeyri-müəyyən şəxsi cümlədə ümumiyyətlə mübtəda olmur. Gözəl şairimiz Zöhrəb Tahirin anasının gəlişini hamımız yaxşı xatırlayırıq. Xatırlayırıq, necə yaxşı? Kim? Hamımız. Mübtəda var burada. Çıxdı. Bizə deyir ki, mübtəda buraxılıb. Dəfələrlə Bakı gəmi limanından kör peşmə geri qayıtmışdıq. Cavabımız elə budur. Biz geri qayıtmışdıq. Aydın oldu. Doğru cavab C variantı. Çox olar kim? Yıxılana balta çalan. Bu yerləri özüm də yaxşı tanıyıram. Kim? Özüm. Mübtəda var bunlarda. 29. Mübtədası feili birləşmə ilə ifadə olunmuş cümlənin müəyyənidir. Yəni, ya feili sifət tərkibi olmalıdır, ya da məsdər tərkibi olmalıdır. Olimpiyadada iştirak edənlər mükafat aldılar. Mükafat aldılar bizim frazemimizdir. Parçalaya bilmirəm. Kim mükafat aldı? Olimpiyadada iştirak edənlər. İştirak etmək bütövdür. Yəni, tərkib deyil. Amma olimpiyadada sözü iştirak etməyə qoşulduğuna görə tərkib götürüləcək. Çünki anəm var burada. Elə cavabımız A variantıdır. B-yə baxaq. Məktəbə gələn qonaqları hörmətlə qarşıladılar. Burada mübtəda yoxdur. Nitlə qarşıladılar. Qeyri-müəyyən şəxsi cümlədə onlar qarşıladılar. Özümü artıra bilirəm. Nə tərzdə qarşıladılar? Hörmətlə qarşıladılar. Kimi? Qonaqları. Hansı qonaqları? Məktəbə gələn.
Qəbul otağında gözləyənləri içəri dəvət etdilər. Dəvət etdilər xəbər. Haraya dəvət etdilər içəri? Kimi? Qəbul otağında gözləyənləri tamamlıq. Yarışda yaxşı iştirak edənlərə hədiyyələr verildi. Verildi nə? Hədiyyələr mübtəda var. Kimə? Yarışda yaxşı iştirak edənlərə cümləmizdə tamamlıq var. Müsabiqədə qalib gələnlərdən müsahibə aldılar. Müsahibə aldılar bütöv frazeyimdir. Parçalaya bilmərəm. Kimlə? Qalib gələnlərdən. Tamamlıq an gələnlər an ənə görə fe'l sifət tərkibi götürüləcək. Amma qalib gəlmək frazoloji birləşmədir. Yox, fe'l sifət tərkibi deyil, fe'l sifətdir. Frazoloji birləşməyin ifadə olunmuş fe'l sifətdir. Harada? Müsabiqədə. Aha. Bir də götürə bilərik. A variantı. 30. Mübtədaya aid etmiş əlamətlərdən biri səhvdir. Xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşır. Bəli, uzlaşma əlaqəsi yaranır. Xəbərlə mübtəda cümlədə oldusa, deməli orada mübtəda xəbər uzlaşma əlaqəsi var və ox belə çəkiləcək. İsim birləşmə ilə ifadə oluna bilər. Mübtəda da xəbərdə isim birləşmə ilə ifadə oluna bilər. Məsələn, deyirəm ki, bu onun danışığıdır. Onun kitabıdır daha doğrusu. Nədir onun kitabıdır? Nə bu? Və yaxud da deyirəm ki, onun kitabı budur. Budur. Nə? Onun kitabı. Burada xəbər ismi birləşmə ilə ifadə olunur. Burada da mübtəda ismi birləşmə ilə ifadə olunur. Yəni doğrudur. Cümlənin ən müstəqil üzvüdür. Bəli, mübtəda cümlənin ən müstəqil üzvüdür. Ayrı-ayrı nitq səyini ifadə olunur. Bəli, nitq səyini ifadə olunanda sadə hesab olunur. Söz birləşməsi və cümlələr, söz birləşməsi və mürəkkəb adlarla ifadə olunduqda mürəkkəb hesab olunur. Fe'li birləşmə ilə ifadə oluna bilmir. Yanlışdır. Niyə? Bayaqdan biz nə qədər fe'li sifət tərkibi ilə ifadə olunmuş mübtəda tapmışıq. Məzdər tərkibi ilə ifadə olunmuş mübtəda tapmışıq. Amma fe'li bağlama ilə ifadə olunmur. Çünki fe'li bağlama cümlədə ancaq səhvlik olur. Belə uşaqlar. 30 dənə bizə kifayətdir. Qoy 31-cində izah eləyək, bu biraz maraqlı sualdır. Mübtədası feildən düzələn isimlə ifadə olunsun deyir. Bax, feildən düzələn deyirsə, deməli biz necə tapacağıq bunu? Sözdə nə qədər sözün nədən düzəldiyini necə tapırdıq? Nə qədər leksik şəkilçi varsa, əvvəlcə tapırdıq. Qrammatikləri onsuz da silirdik. Axırıncı leksiki sözün nədən düzəldiyini tapmaq üçün axırıncı leksik şəkilçisini silirdik və ondan əvvəlki hissəni götürürdük. Gəlin indi baxaq. Böyüklər bizim hüquqi tələblərimizi nəzərə aldılar. Kim böyüklər? Cümləmizin mübtədası budur. Təhlilinə gəlin baxaq. Böyüklər sözün kökü nədir? Böyümək. Böyüməkdən yaranır böyük, yəni sifət, böyük adam, necə adam. Lər də onu isimləşdirdi. Düzələn deyirsə, bizə qrammatik şəkilçi lazım deyil. Leksik şəkilçi lazımdır ki, axırıncı leksiki silək. Burada da bir dənə leksik şəkilçi olduğuna görə bunu silirəm. Söz nədən yaranıb? Feildən yaranıb. Amma deyir ki, feildən düzələn isim olsun. Böyük yaxın sifətdir, çıxdı. Görüş heç kimin gözləmədiyi qalmaqalla başa çatdı. Nə? Görüş. Cümləmizdə mübtəda görüş ifadəsidir. Görüş nədir? İsimdir. Kökü nədir? Görmək. 3-də görmək feilini qoşuldu, isim yaratdı. Çünki sualı dəyişdi. Görüş nə? İndi fikir verək. Görək bu nədən düzəlib? Sözdən nədən düzəldiyini biləndə nə edirdik? Axırıncı leksiki silirdik. Burada da bir dənə leksik olduğuna görə bunu silirəm. Nədə yaranıb? Görmək feilindən görüş ismi yaranıb və cümlədə də mübtəda mövqeyində. Deməli doğru cavabımız elə B variantı oldu. Belə yoldaşlar. Bu bizim mübtəda mövzumuzdur. Ardını inşallah paylaşacağım. Belə. İnşallah ki, hər biriniz üçün faydalı oldu. Təşəkkür edirəm. Sağlıqla qalın. Uğurlar hər birinizə.